Keyfim pis idi. Bu evi gördüm. Bir dənə ürəyim açıldı. Allah qurban olum. Həqiqətən də olmayan yerdə var. Maşallah olsun. Yəni bazarda ilk dəfə bu evi biz çıxardırıq. Bizim komanda çıxardır satışa və satışı yalnız bizə məxsus olan bu evdir. Əziz müştərilərimiz, sahibi bizə tapşırıb bu evi. Həqiqətən də təşəkkür edirəm ona. Belə bir pis Nasrinin pis olduğu vaxtda mənə zəng eləyib. Belə gözəl evin təqdimatına çağırdığına görə. Keçək təqdimata. Hövsanda yerləşir. Hövsan bağlarında, kondisioner bağları deyilən ərazidə. Əsas yoldan bir 500 metr, hardasa 600 metr arası olar. Ev haqqında əslində o bir dənə mənim yaxşı sözüm var. Deyirəm ki, ev özü danışır. Bu ev də özü danışır. 2.6 sotun içində paket sənədləri tam qaydasında. Evin də, torpağın da kupçası çıxarışı qaydasındadır. Yaşıllıq zonasıdır ki, burada dekorativ ağaclarımız da əkilib. Evin yan tərəfi, arxası boşdur, onu da qeyd edeyim. Beton da tökülüb, çox keyfiyyətli inşa olunub əzizlərim. Gəlin yaxından bu evə baxın. Bu evi almamağınız, bəyənməməyiniz mümkünsüzdür. Bir dənə padvalına fikir verin, görün necə səliqəli beton tökülüb. Çox keyfiyyətli iş görülüb. Bu insan retqa halda satış ev çıxardar, amma həqiqətən də ev çıxardar satışa. Evdən evi, göz qabağında da jalüz qapısı, pultla idarə oluna bilən. Daxil oluruq, bir də sizə buranın balkonunu göstərim. Birbaşa çıxış da var. Otağımızdan birbaşa çıxışımız da var. İndi göstərəcəm sizə hər birini. Diqqətlə videoya baxaq, bəyənək videonu, səhifəni takib edin. Baxın, bura bizim balkon hissəmizdir. İşıqları, hər bir şeyi, xırda incəliyinə qədər xüsusi zövqlə seçilib. Remontuna baxanda, təmirinə baxanda özünüz görəcəksiniz ki, burada elə belə işlər getməyib. Ya Allah, daxil olaq bu evimizə, bu gözəl evimizə, bu əsrarəngiz evimizin koridor hissəsidir. Yuxarını göstər, gizli işıqlanmalından tutmuş spotlarına qədər hər bir şey qaydasındadır. LED işıqlarla işlənilib. Son tamamlama işləri qalmışdı, onlar da həll oldu və test çəkiliş edirəm sizin üçün. Bura bizim mətbəximizdir. Mətbəxdən bayaq qeyd elədiyim kimi birbaşa çıxışımız var. Hara, verandaya, yəni balkona. Və daxil oluruq yatıb, bir də qapılarını göstər birinci. Gözəl qapılar, zövqlə seçilib, rənglərin hər biri bir-birini tamamlayır. Bura bizim bir yataq otağımızdır. İş otağı da eləyə bilərsiniz. Olmasını göstərək. Bunu göstər Xeyvər. Bu vallahi əla bir şeydir. Bu paket kupçada özdə. Sənədləri tam qaydasında. Qaz su işığı demirəm də özünüz bilirsiniz Hövsanda maşallah. Qaz su işığı hamısı qaydasındadır. Bəh. Söz tapmıram bu. Gözəlliyi göstər Xeyvər. Bunu göstər. O rəhmətli Məşəd baba demişdən Şirzad bunu göstər ha. Bunu göstərməmək olmaz. Pərdələrinə kim vurulub? İşıqlanma sisteminə diqqət eləyək. Auraya bax evdə. İnsan, nə bilim, doğrudan da Nasrinin pis olsa tez qaçıb öz evə gələrsən də bu evi alsan ki, bu gözəlliyi görəsən. Burada işlər gedib, burada əməlli başlı işlər görülüb. Çox səliqəli. Hövsanda kondisioner bağlarında tanımayanlar üçün qeyd eləyim. Navigatorda və yaxud da Waze proqramında Nanəli restoranı yazın. Hövsan Nanəli restoranı. Ora yaxın ərazidədir. 1 kilometr arası olar. Burada bir yataq otağımız yerləşir ki, evi mən görməmişdim. Sizinlə birlikdə baxıram. Vallahi, yəni ilk növbədə yenə də deyirəm, Allah mənə qismət eləsin. Yəni özümə rəva bilmədiyimi sizə rəva bilmələm. Bu elə bir şeydir ki, göstər pəncərələrin də öz əyitinə baxır, hamısını görsünlər. Yəni burada mənfi olan bir şey yoxdur. Ancaq müsbət aura. Yenə də deyirəm də keyfin pisdir, qaçacaqsan evvə ki, gedim bir dənə keyfin düzəlsin. İnşallah ki, bu evin içində yaşayanlar da xoşbəxt olar, ailəsi ilə birlikdə, uşaqlı, oğullu, uşaqlı necə deyərlər. Burada bizim sanitar qovşağımızdır, stepoldur, duş kabinin yeri də ayrılıb və burada yerləşir bizim gözəl bir son yataq otağımız, əziz müştərilərim. Həyətini gördünüz ətraflı. Burada daha çox danışa bilərdim bu evdə. Amma mənim fikrimcə burada daha çox danışmağa ehtiyac yoxdur. Gözəl insan, bu həyatda qızıldan da dəyərli nədir? Vaxt əlbəttə ki. Ona görə də vaxt itirmədən əlaqə nömrəmi səhifənin başlığında qeyd olunub. Zəng elə, gəl yerində bax, əlində real pul varsa, əgər reallıq varsa gəl. Evin gözəlliyini görərsən, deyərsən alıb bir yolla bunu alım, mən gedim əsas baxım, xahiş eləm yox. Real, əlivi cibvə qoy, behvi qoy cibvə, ən az 1000 manat. Götür, zəng elə mənə, gəl bax evə, bu gözəlliyi gör yerində behləş sahibi ilə. Qiyməti qeyd eləmədi ya, Sonra deyəcəklər, 135.000 manat. Real müştəri gəlsin yerində danışsın. Mənim fikrimcə 135.000 manata çox ucuzdur. Və sizin fikrinizcə. Hələlik.